Qrammatika suallarına baxaq. 27-ci sualda bizə deyir ki, bağlayıcı və bağlayıcı və ədat işlənmiş sıranı müəyyən edin. Nə də inkar bağlayıcısıdır, əlbəttə modal sözdür. Bizə deyir ki, ədat və bağlayıcı olsun. A variantı getdi. Gah bağlayıcıdır, ötürü qoşmadır, bu da getdi. Bəs ədatdır, daha ədatdır, hər ikisi getdi. Məgər məhz olacaq sual ədatı və ədat, məhz dəqiqləşdirici ədat getdi. O cümlədən iştirak bağlayıcısı, kaş ədat. Bizə nə demişdi? Bağlayıcı və ədat olsun. Ona görə cavabımız E variantı olacaq. Keçək 28-ə. Həmcins mübtədalı cümləni müəyyənləşdirin. Həmcins mübtədalı cümlə. Gəl mübtədalara baxaq. Daşlı Kəsəyli səhrada böyük şəhər salınmışdı. Nə etmişdi? Salınmışdı şəhər. Görürəm ki, bir dənə mübtədası var, həmcins deyil. Dünəndən nə yatır, nə də dincəlirdi. Bu mübtədası ümumiyyətlə yoxdur. Böyük də, kiçik də meydana axışırdı. Nə edirdi? Axışırdı. Kim böyük, kim kiçik. Bunlar həmcinslər, həmcins sifətlərlə ifadə olunublar. Həmcins mübtədalar daha doğrusu. Deməli 29-da da 2 nümunələr əsasında uyğunluğu müəyyən edin. Mən gələndə yağış yağırdı. Nə edirdi? Yağış yağırdı. Nə? Yağış. Nə vaxt? Mən gələndə. Mən gələndə mağazadan kitab aldım. Deməli, nə etdim? Aldım. Kim? Mən. Nə vaxt? Gələndə. Haradan? Mağazadan. Nəyi almışam? Kitab almışam. Bu da tamamlıq. Deyir, deməli biz burada 1 və 2 qoyaq. Zərfliyin mənaca 2 növü var. İkinci suala aiddir bu. İkinci cümləyə aiddir daha doğrusu. Gələndə və mağazadan. Deməli bunu yazacağım 2-yə A-nı. Mübtəda isimlə ifadə olunub. Birinci cümlədə yağışdır. Birinci cümlə yazacağıq B. C variantına baxıram. İkinci dərəcə üzvlərdən yalnız biri işlənib. Yuxarıdakı suala aiddir bu. Cümləyə aiddir. D-də deyir ki, əmr cümləsidir. Heç birində belə bir şey yoxdur. İlk söz cümlədə kim sualına cavab verir. Bu da ikinci cümləyə aiddir. 1BC, 2AE, D variantı. Uyğunluğu müəyyən edin deyir. Feili bağlama hərəkətin tərzini bildirsin, feili bağlama hərəkətin zamanını bildirsin. Deyir ki, deməli, burada yenə 1-2 qoyaq. Düşmən qorxub geri çəkildi. Geri çəkilməsiniz bu səbəbini bildirir. Deməli, A heç birinə getməyəcək. Əsmər xala pəncərəyə yaxınlaşanda oğlunu gördü. Zaman bildirir. 2-yə getdi. Deməli, B getdi 2-yə. C-yə baxaq. Uşaq ayağını yerə diriyib ayağı üstə durmaq istədi. Tərz bildirir də bu. 1-ə gedəcək C. Ana içəriyə keçər-keçməz zaman bildirdi. Bu gedəcək 2-yə D. O əlləri qoynuna qoyub. Bu da tərz bildirdi. Gedəcək 1-ə. Deməli 1C, 2B, D. Cavabımız C. Dostumuz da düz yazıb. Bir balaca boyu var. Dam dolusu toyu var. Bunu biz baxırıq ki, bir-birinə ziddiyyət fikir var. Balaca yəni boy olmasına baxmayaraq bunun dam dolusu toyu da var. Yəni balaca boyu var, amma dam dolusu toyu var. Cavabımız 31-də D olmalıydı. Düzəltmə sözləri müəyyən edin. Ya bunu təhlil eləyək. Dilək, dilək. Bu düzəltmədir. Kələk sözün köküdür. Oyaq sözün köküdür. Dayaq, dayaq. Leksik. Deməli bu düzəltmədir. Qovaq sözün köküdür. Bəzək də bəzək. Leksik. Deməli oldu nə? 1, 4, 6. Uyğun gəlir variantımız D-yə. Sonra hansı cümlədə adi, azaltma və çoxaltma dərəcəli sifətlər var? Getdi. Ya variantındadır ki, möhkəm oldu bu adi. Qaramtıl oldu bu azaltma. Çoxaltmanı görmürəm, ona görə A variantı getdi. Qablar tərtəmiz. Çoxaltma. Ağ, adi. Süfrəyə düzülmüşdür. Yəni də burada azaltma yoxdur, biri yoxdur. Ağ, deməli adi. Sarımtıl, azaltma. Tünd qırmızıdır, çoxaltma. Hər üçü var. Cavabımız C variantı olacaq. Keçək 34-də. Hansı sözdə nöqtələrin yerinə Q hərfi yazılmalıdır? Qonaq yazılır, amma saitlə başlayan şəkil çağırdığına görə bu Q-ya keçəcək. Qonağa. Qışlaq, bəli, samit olduğunda Q olduğu kimi qalır. Cavabımız B variantıdır. Obrislərine baxıram. Yarpaq saitlə olduğuna görə bu Q olacaq. Dağlarda zaten Q-dır. Buruğun, bu da Q-dır. Keçək 35-ci suala. Qeyri-müəyyən şəxsli cümləni müəyyən edin. Qeyri-müəyyən şəxsli cümlənin xəbəri üçüncü şəxsin cəmində olur və mübtədası olmur. Deyəsən tip məntəqəsində işləyir. Kim? O. Bu müəyyən şəxslidir. Onu nahaq yerə gözdən salıblar. Kim? Onlar. Üçüncü şəxsin cəmidir.
mübtədada üçüncü şəxsin cəmində də işlənməyib. Yəni ixtisar olunub. Deməli cavabımız B-yə uyğun gəlir. Gəlin C-yə baxaq. Yazılmayan kitabı vərəqləməzlər. Deyirsiniz ki, müəllim, bu da üçüncü şəxsin cəmindədir. Fikir ümumiyə, hamıya aiddirsə, bu ümumi şəxsli cümlə olur. Ona görə C ola bilməz. Rüstəmin ona acığı tutmuşdu. Rüstəmin yəli çaldı, acığı frazollaşmaq. Deməli, o şəxsi cümlədir. Qızılqayadan ötəndə günorta idi. Bu da qeyri-müəyyən şəxsli cümlə olmayacaq. Hansı cümlədə mübtəda fe'li sifət tərkibi ilə ifadə olunub? Bu rəsmləri çəkən təhlil eləyək. Bu rəsmləri çəkən mənim əmimdir. Kimdir? Mənim əmimdir. Deməli, bu olacaq xəbər. Kim bu rəsmləri çəkən? Elə cavabımız A variantıdır. Görürsünüz, bu rəsmləri çəkən fe'li sifət tərkibidir. Tərkibi istəyirdi bizdən. O birisi variantlara baxaq elə. Danışanlar bu məsələdən ancaq Cavadı günahkar bilirdilər. Nə dedilər? Bilirdilər. Kim? Danışanlar. Danışanlar mübtədadır, fe'li sifətdir həm də, amma tərkib deyil. B-də getdi. C-yə baxaq. Gələnləri qarşılamaq, onları yerbəyer etmək. Bax, gələnləri qarşılamaq, onları yerbəyer etmək. Bunlar məstər tərkibləridir. Getdi. Bu söz söhbəti yayanları sədr cəzalandırmışdı. Sədrdir burada mübtəda. Yaylığa qalxanda bu dar cığırlardan keçib gedirdilər. Bu qeyri-müəyyən şəxslidir. Mübtədası da buraxılıb. Bu da deyil. Cavabımız bu oldu. Deməli A variantı.